Əgər imtahanda şəkillərə uyğun esse qurmaq lazım olsa, indi deyəcəyim üsulla hekayəniz daha maraqlı və daha yaxşı olacaqdır. Nədir bu? Başlayaq. Çalışın ki, əgər şəkillərə uyğun esse quracaqsınızsa, o essedə hansı sözləri istifadə edəcəksinizsə, imtahanda onu kitabçaya bir tərəfə yazın, saxlayın. Yaxşı olar ki, elə ən başda. Misal, biz bu şəkildə nə görürük? Oğlan balıq tutur, düzdürmü? Oğlan adını Tom qoyaq. Daha sonra nə görürük? Balıq görürük burada. Balıq ingiliscə nədir? Fishdir. Oğlan balığı nə ilə tutur? Qarmaqla. Qarmaq sözü ingilis dilində fishing line'dır. Daha sonra nə görürük? Göldə oğlan balıq tutur. Yəni Tom, buna like yazaq. Sorry, like yox, lake olasıydı. Göl yazaq. Bir saniyə. Aha. Lake yazdıq. Daha sonra pişik görürsünüz ki, burada balıq yeyib və qarnını tutubdur. Pişik də kətdir, bunu hər kəs bilir. Daha sonra oğlan burada gülümsəməyi vardı, smile yazmaq olar. Daha sonra isə burada biraz əsəbi görünür, angry yazmaq olar. Bu niyə vacibdir? Mən bunları niyə buraya yazdım? Çünki belə bəlkə rahat yazarsınız, amma imtahan stresi, həyəcanı olduğu zaman ən sadə sözlər belə sizin yadınızdan çıxa bilər. Ona görə imtahana başlayanda şəkli görəndə yadınıza düşən sözləri bir qırağa yazın ki, sizə faydalı olsun və kanalda uzun videolar paylaşmışam, writing-ə necə yazmaq lazımdır. Onlardan da istifadə edərək imtahanınızı daha yaxşı keçirə bilərsiniz. Hər birinizə uğurlar olsun.